Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbət xəbərimizə. Müğənni Kəmalə Günəşli canlı yayım zamanı keçirdiyi əməliyyatlardan danışıb. O, əməliyyatdan sonra səhərlər ağrılarım olur sözləri ilə yaşadığı narahatlığı izləyiciləri ilə bölüşüb. Kəmalənin açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. Həmin görüntüləri təqdim edirik. Ekranları beğenin zəhmət olmasa. Ekranları beğenin. Uşaqlar, spamdayam. Çox təcili çıxmalıyam spamdan. TikTokda mənə tez-tez spam gəlir. Bilmirəm niyə, nə üçün, kim tərəfdən gəlir, bilmirəm. Bəs Şəbnəm Tobuzu da bizim ürəyimizdir, gözəlimizdir. Səfər təşəkkür edirəm hədiyyə üçün. 7 avqust Nağılbağ restoranındayıq. Sonra 8-i hardayıq ay Allah? 8-i hardayıq? Avqust ayının 8-i hardayıq biz? Bir dəqiqə. Uşaqlar, ekranları bəyənək zəhmət olmasa. Avqust ayının 15-i və 14-ü Şəkidəyi Narinqala restoranda 2 gün arda-arda konsertimiz var. Avqust ayının 25-də Zaqatalada konsertimiz var. Sentyabrın 1-i Gəncədə konsertimiz. Bunların hamısını sabitləyək uşaqlar, unutmayaq. Ay, sox, Xəmsə Qarden. 50 yaşa, səni 100 yaşa, bəli. Tamara xanım. Xəmsə Qardendəyik. Orası superdir, Narinqala. Bilirəm, hamı tərifləyir. 2700 nəfər, ekranları bəyənək. Kəşk o mahnıya klip çəkərdi. Hansı mahnını deyirsiniz? 14-15 avqust Şəkidəyi Narinqala restoranda. 22-si hardasınız? 22-si. 22-si bilmirəm, görək baxım. Bəli, bağımdayam. Ölməyin, Naxçıvana gələrsiniz. İnşallah gələrik. Ekranları bəyənəyib 3000 nəfər, spamdayıq. Sonuncu paylaşımlar, bol kommentlər yazsaq, şad olaram, sevinərəm. Sizi çox istəyirəm, çox sağ olun. Bugün də tədbirlərimiz var. Bu günləri inşallah Novxanıda yerləşən Regnum restoranında gözəl konsertimiz keçiriləcəkdir. Digər şou proqramı hansıydı, ayağınla bizdə. Yadımdan çıxıb, adı nə idi ayında? Bir gündə 3 yerdəyik. İnşallah ad günü məclisimiz var. İnşallah ora gedəcəyik. Ad günü məclisimiz o da Novxanıdadır. Elə Regnumdan çıxıb ora gedəcəyik. Sonra Çobanzadədəki restorana gedəcəyik. Çox proqrama. Çox sağ ol Əliyevə, təşəkkür edirəm. Ürəyimizsiz Nazlı xanım, təşəkkür edirəm. Sağalmışam biraz, amma tam istədiyim kimi sağalmamışam. Arada birdən gözsüz ağrılarım olur, səhər ağrı ilə ayılıram. Yəni olur da çətin əməliyyatlardır bunlar hamısı. Görürsünüz, qollarımın göyü hələ də gedməyib. O barədə danışsam, indi şeydir, TikTok mənə spam edəcək. Gəncədəki açılışdı. Mağazanın adını mən yaxın günlərdə sizə vurğulayacağım. Bir yerdə nə qədər ödəniş alırsınız. Rayonların qanarları başqadır. Bakıda qanarar başqadır. Bir də hələ açılış yoxdur. İnşallah onlar yaxın günlərdə. Allahın köməkliyi ilə. Çox sevirəm sizi. Kazımova ilə təşəkkür edirəm. Artıq burada qalırsan. Yaydı da, hələ ki burada qalırıq. Çünki sentyabr ayında günəşli remonta verəcəm. İnşallah belə düşünürəm. Artıq ekiblə danışılıb, remonta başlayacaqlar sentyabrda inşallah. Çünki istilərdir, hər kəs istirahətdədir. Hər kəs dincəlir. Kimisi bağında, kimisi xaricdə.
Ona görə sentyabr ayına qalıb bizim remont işlərimiz inşallah. Hərçənd mən bu yay strateq edə bilmədim. Hər ay gedirdim. Keçən il Bodrumda olmuşdum. Sonra o birisi ildə Dubayda olmuşdum. Ondan sonra Antalya'da olmuşdum. Gedirdik. Bu il əməliyyatımız keçirilirdi. Vacib idi, keçirdik, əməliyyat olundu. O yüzden hələ ki strateq edə bilməmişəm. Ancaq düşünürəm ki, hələ bu gün avqust ayının 2-sidir. Və artıq avqust ayının 6-sı mənim əməliyyatımın 1 ayı tamam olur. Düşünürəm ki, inşallah gedərəm avqustun ortaları hardasa. 1-2-3 günlük, 4-5 günlük açmaq olar. Yeni mahnılar var. Artıq kliplər də çəkilib. Hər şey hazırdır. Sadəcə zaman bəkləyirik. Çünki hal-hazırda bilirsiniz ki, elə toylar yoxdur, tədbirlər yoxdur. Düzdür, bizim tədbirlərimiz var. Şovlara çox gedirik, konsertlərə, açılışlara gedirik. Lakin bizdə elə mahnılardır ki, biraz toya da yaxındır. O yüzden bəkləyirik ki, toylar başlasın. Bu qədər geyimləri neyinirsiniz? Bacılarım var, qohumda xala qızları var, bibi qızları var. Məsəl üçün, lazım olanda gərəkində veririk. Çox sağ olun, Nur, təşəkkür edirəm, Bahəm. Minnətdaram sizə. Uşaqlar, ekranları bəyənəyə zəhmət olmasa. 3000 nəfərimiz var. Uşaqlar, spandayıq, 101 dənə gül lazımdır. 101 dənə gül lazım. Zəhmət olmasa. Spamdan çıxardaq. Hədiyyə atanlar təşəkkür edirəm. Minnətdaram. Uşaqlar, bu TikTokda təzə hədiyyələr çıxıb, korset məni öldürür. Bu TikTokda təzə hədiyyələr çıxıb, o gündə birini atdılar. Nə gözəl hədiyyələr də olar. Təzə çıxıb. Uşaqlar, 100.000 kaliyyə, 3200 nəfər. Ekranları bəyənək. Uşaqlar, yaman tez-tez spama düşürəm TikTokda. Instagram səhifəmiz çox yaxşıdır, aktivdir. Amma TikTokda tez-tez mənə spam gəlir. $3500 nəfər. Ekranı bol-bol bəyənək.